Tsunami adi dalğalardan deyil. Tsunami sözü Yapon sözü olub, liman dalğası deməkdir. Tsunamini yaradan əsas səbəblər vulkan və zəlzələlərdir. Hətta tsunami dalğalarına düşən meteorlar da səbəb ola bilər. Tsunami dalğalarının sürəti açıq okeanlarda reaktiv raket sürətinə bərabər olur. Sürəti 700-800 km/saata çatır. Açıq okeanlarda tsunami dalğaları təhlükəli olmur. Onların hündürlüyü 2-3 metr, aralarındakı dalğa məsafəsi isə 100-200 kilometrə qədər olur. Amma sahilə yaxınlaşarkən dalğanın sürəti azalır, yəni 30-100 km/saata qədər, amma hündürlüyü isə artır. 30-40 metrə çata bilir. Ona görə də tsunami dalğaları sahildə çox qorxuludur. Tsunami dalğasına rast gələn gəmi açıq okeana hərəkət edərsə, o daha təhlükəsiz ola bilir. Ən çox dağıntılar, ən çox tsunamilər və onların törətdiyi dağıntılar Sakit okeanda olur. Bunun səbəbi Sakit okeanın üzük qaşı kimi hər tərəfdə tez-tez baş verən vulkan və zəlzələlərdir. Belə dağıntılardan biri də İndoneziyada Krakatau vulkanı zamanı baş vermişdir. Bu vulkan püskürməsi 1883-cü ildə olmuşdur və İndoneziya sahillərində güclü tsunami dalğası yaranmışdır. 1960-cı ildə Çilidə, 2005-ci ildə Benqal körfəzində, 2011-ci ildə isə Yaponiya sahillərində güclü tsunamilər baş vermişdir ki, hansı ki bunlar minlərlə insan həyatını məhv etmişdir. Tsunaminin dəhşəti ondadır ki, o qəfil gəlir. Əvvəlcə su geri çəkilir və insanlar maraq üçün yaxınlaşır. Amma bir neçə dəqiqədən sonra nəhəng dalğa geri qayıdır və qarşısına çıxan hər şeyi məhv edir. Bugün Sakit okean sahillərində erkən xəbərdarlıq qurğuları qurulmuşdur. Bu sensorlar zəlzələni və dəniz səviyyəsinin dəyişikliklərini dərhal qeyd edir. Amma sahildə yaşayan milyonlarla insanlar üçün bu yenə təhlükəli olaraq qalır. Allah insanları tsunami dalğasından qorusun. Amin.